Millət, deməli, bəzən məntiqsiz arqumentlərdən birini sizə verim. Məsələn, kimsə yanında deyəndə mən bilirəm deyəndə adama birincidən verirlər, sualı lüğət verirlər ki, bu sözü bilirsən tərcüməsi. Bir insanın dil biliyini göstərən əsas əməllərdən biri lüğət olsa da, kiminsə bir kəsə lüğət soruşub, ay sən bilmədin, bilmirsən deməyə qədər məntiqsiz bir şey var. Elə şeylər əlavə məntiqsiz, bunlar da məntiqsiz şeylər var. Deyirəm niyə? Çünki lüğət elə bir şeydir ki, elə bir sözü, elə bir səviyyədən beginner, heç ingiliscə bilməyən adamdan soruşub öyrənə bilər. Onu bilmərəm. Məsəl üçün, mənə sual verir ki, şey nədir, ya da dostum var. Deyir, dodaq nədir? Deyirəm, nə bilim nədir, bilmirəm. Dodaq nədir? Dodaq yox, nə dedim? Damaq. Damaq nədir? Damaq nədir? Deyir, damağım ağrı necə deyərsən? Bunu bilmədim. Yəni, bu adam deyir ki, görürsən, bilmədim. İndi dostlar arasında olan bir söhbəti sizə deyirəm. Ya da saxlayın, lüğəti yoxlamaq istəyirsənsə, sən lüğətin kimləsə yaxşı yoxlamaq istəyirsənsə, bununla bağlı internetdə çoxlu testlər var. Onunla eləyib bir yeri yoxlamaq lazımdır. Mənim bildiyim sözü sən bilə bilərsən. Məsələn, həmin adam ingiliscə bilmir ümumiyyətlə. Beginner belə deyil. Amma dodaq sözü, damaq sözü nədir bilir.